Məktəbdə qoçuluq edən şagirdin anası da qoçuymuş. Mənə hərrayıcı bir səs göndərib və sonunda təhqirlərə də yol verib. Həmin səsi indi sizə təqdim edirəm. Qulaq asaq. Salam. Mənim sözüm sizə odur ki, siz çıxıb Instagram səhifəsində fikir bildirirsiniz. O məktəbli uşağın anasıyam. Sizə kim o hüquqi haqqı verib ki, tanımadığınız uşağın və ailənin haqqında o cür məlumatlar paylaşasınız? Kim verib də siz onunla like qazanırsınız, neyinirsiniz? Mən başa düşmürəm. Siz kiminsə balasının həyatı ilə oynayın. Mənim uşağım ipi salıb boğazını özünü öldürür. Öldürsə sən cavab deyirsən ona. Sən ailəni tanıyırsan ki, fikir bildirirsən orada. Sualıma bir dənə cavab ver. Tanıyırsan bizi? Ya uşağı tanıyırsan? Ay nə bilim idmançı idmanını göstərir. Ay nə bilim valideyn baxmır. Ay nə sən kimsən axı? Sən nə tanıyırsan ailəni? Sənin anavı bacını üzvə söysələr, neyniyərsən? Mən qınamıram. Yəqin sən durub üzünə baxarsan, deyərsən çox sağ, ağzına sağlıq, hə? Vurmazsan. Mən yenə də uşağıma bəraət qazandırmıram ha. Amma ki ana bacı söyüşü olan yerdə oğlan uşağı Tembol 9-cu sinif şagirdi. Buna sakit baxmır. Başa düşürsüz? Onun özündən böyük qardaşları, Allaha şükür ailəmizi hamı tanıyır. Necə bir mədəni, necə deyim, yaxşı, tərbiyəli bir ailə olduğumuzu hamı gözəl bilir. Sən kimsən ki, çıxıb orada fikir bildirirsən? Ailəni tanımadığın bir yerdə, yəni sənə o ixtiyarı kim verib ki, ağzına gələni yazırsan, paylaşırsan? O da uşaq deyil. O qabağındakı da özündən bir yaşda olan uşaqdır. Eyni sinif yoldaşıdır. Ana bacı söyüşü söyüb, o da ona görə vurub. Sənə kim ixtiyar verir ki, çıxıb paylaşırsan da? Səni qınamıram, səni anası bacısını üzünə söyürlər, sən də durub matişka kimi baxırsan. Həmin qadına burada mən demək istəyirəm ki, narahat olma, mən səni təhqir edəməyəcəm. Mənim daimi izləyicilərim mənim əxlaqıma, tərbiyəmə bələddirlər. Mənim üçün sənin bu davranışın, sözlərində təəccüblü olmadı. Necə deyirlər, ot kök üstündə bitər. Sənin kimi ananın elə də övladı olmalıydı. Qaldı ki, uşaq güya söyüş söyüb, bu da bir ağ yalandır. O uşaq heç kimi söyüb eləməyib. Sadəcə sənin övladın bu verdiyin tərbiyənin nəticəsi olaraq məktəbdə, çöldə barədə belə lotuluq, qoçuluq eləyir. İndi sən də onu göz aləmində ört-basdır eləməyə çalışırsan. Buna da heç kimin anası deyil. Ola bilər o uşağın, o döydüyünüz uşağın valideynləri ilə razılaşmısınız, danışmısınız, barışmısınız, bəlkə biraz pulunuz artıqdır, amma mənimlə barışa bilməyəsiniz. Mən şikayətimi edib, sizə nə cəza lazımdırsa onu da verdirəcəm. Lakin ona təəssüf edirəm ki, belə insanlarla bir ölkədə yaşayıb eyni oksijeni uduruq. Belə insanlar, belə ailələr, bunların övladları bu ölkədə cəmiyyətdən təcrid olunmalıdır. Çünki real təhlükədirlər, evlərində cinayətkar böyüdürlər.